Salam müəllimlər, hər birinizi xoş gördük. Mən Fəridə Xəlilli. Bugün 16-17 sentyabrda müsahibə mərhələsində soruşulan bir neçə sualın izahına nəzər yetirəcəyik. Gəlin keçid eləyək suallarımıza. Birinci sual belədir: təlim nəticəsini nədən çıxarılır? Müəllimlər, bu sual dünən də soruşulub, bugün də soruşulub, aktual suallardandır. Bilirik ki, nəticə dərsin sonunda şagirdin hansı bilik, bacarıq və münasibətləri qazanacağını göstərən bir ifadədir nəticə. Nəticə standartdan çıxarılır, yəni 6 standartdan. Standart dövlətin müəyyən elədiyi təhsil göstəriciləridir, bilirik ki. Yəni müəllim əvvəlcə standartı, mövzunu nəzərə almalıdır. Sonra alt standartına uyğun olaraq təlim nəticəsini, yəni məqsədini qurur. Belə, sonra nəticə ilə bağlı başqa bir sual ünvanlayıblar. Təlim nəticəsi neçənci sinifdən başlayaraq verilir? Bunu bəzən fizika, kimya müəllimlərindən soruşulub çaşdırmaq üçün ki, 7-8-ci sinif deyə qeyd eləsinlər. Baxın, bu çaşdırıcı məqamdır, amma xeyr, biz qeyd eləyəcəyik ki, təlim nəticəsi məktəbə hazırlıq siniflərindən başlayaraq bütün siniflər üzrə verilir. Çünki təhsil proqramı, kurikulum həm də ibtidai sinifdən başlayaraq hər fənn üçün ayrı standartı eləcə də müəyyənləşdirir. Həmin standartların əsasında təlim məqsədi və nəticələri yazırıq biz, hansı ki. Belə. İbtidai siniflərdə təlim nəticələri daha sadə olur müəllimlər. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqlı olur, amma olur. Mütləq şəkildə birinci sinifdən də yox, hətta məktəbə hazırlıq qruplarından başlayaraq mövcud olduğunu qeyd eləyəcəksiniz. Yuxarı siniflərdə isə bu təlim nəticələri daha mürəkkəb, analitik, belə deyim də tətbiqi bacarıqlara hansı ki yönəlmiş şəkildə olur. Sonra nəyə görə şagirdə rəy yazırıq? Rəy şagirdə, belə deyim, yalnız qiymət vermək üçün yox, onun inkişafına dəstək olmaqdır. Rəy ona görə yazılır ki, şagirdin güclü tərəflərini göstəririk. Hansı bacarıqlarda daha yaxşı nəticə əldə edə bilər, ya da inkişaf istiqaməti vermək üçün növbəti addımlarda necə işləməli olduğuna barəsində bizə kömək göstərir. Eləcə də güclü tərəfləri kimi zəif tərəflərini də həmçinin anlamaq üçün rəy istiqamət verir. Motivasiya etmək üçün spesifik rəydən istifadə edirik. Səmimi, düzgün rəy şagirdi daha da həvəsləndirir. Öyrənməyə marağını eləcə də artırır. Valideynlərlə əlaqə üçün önəmlidir. Valideyn övladının təhsil prosesində hansı səviyyədə olduğunu və ya nəyə ehtiyacı olduğunu artıq rəy vasitəsilə aydın şəkildə görə bilir. Sonra, tapşırığı şagirddən necə soruşursunuz? Müəllimlər, tapşırığı soruşmağın müxtəlif formaları var. Bu dərsin məqsədinə, həm də şagirdlərin bilik səviyyəsinə bağlıdır. Şifahi formada soruşa bilərik. Məsəl üçün, müəllim sual verir, şagird cavablayır. Məsəl üçün, deyir ki, bu məsələnin cavabı necədir? Mətnin sonluğunu necə tamamlayarsan? Yazılı formada ola bilər, dəftərdə, qeydlərində, şəkil sxem üzərində ola bilər, iş vərəqlərində də eləcə də ola bilər, qrup işi, cütlərlə iş formalarından istifadə edə bilərik. Üsullardan da istifadə edərik, məsəl üçün rollu oyunlardan, situasiyalardan. Belə. Burada müəllim tapşırığı yalnız cavab almaq üçün yox, həm də şagirdin düşünməsini, izah eləməsini və əsaslandırmasını təmin eləyəcək formada əsas odur ki, soruşsun. Belə. Bir icmal nümunəsi danış. Bilirsiniz ki, şəxsi kabinetinizə 5 icmal nümunəsi gəlib, 5-inə də hazırlıqlı olun, amma birinə tam mükəmməl şəkildə hazırlıqlı olun. Sizin ixtiyarınıza buraxırlar. Çox zaman belə olur, deyirlər ki, istədiyin birini danış. Və başlayırsınız icmal nümunəsini. Dərs prosesində həyəcanlanmayın. Normalda dərs prosesində ardıcılığı necə qurursunuzsa, dərsizi necə tədris eləyirsinizsə, icmalınızı da eyni ilə danışın. Daha sonra, şagird sənin dərsini bəyənmirsə nə edərsən? Bu, bugün soruşulan suallardandır. Müəllimlər, çox gözəl sualdır. Əgər şagird müəllimi bəyənmirsə, bu zaman biz emosional şəkildə deyil də, peşəkar şəkildə reaksiya verməliyik. Necə reaksiya verərik müəllimlər?
Məsələn, bunun səbəbini öyrənə bilərik. Bəzən dərsin çətinliyindən ola bilər, ünsiyyət tərzimizdən ola bilər. Ünsiyyət tərzimizi dəyişməliyik, daha çox dinləməliyik şagirdi, kobud və ya sərt üslubdan qaçmaq lazımdır. Empatiya qurmalıyıq, şagirdin yerinə özümüzü qoymalıyıq. Bəlkə o çətinlik çəkir bu mövzuda, ona görə qavramaqda da, izahda da çətinlik yaşayır. Daha sonra şagirdi motivasiya eləməliyik, uğurlarını görüb qiymətləndirməliyik. Fərdi söhbət apararam, problem varsa aradan qaldıraram. Şagirdlərin içində pərt eləmək olmaz. Daha sonra şagirdlə fərdi şəkildə söhbət apararaq problemi taparam, həllinə yönələrəm. Sonra bir suala da baxaq. İllik planlaşdırmanın mahiyyəti nədən ibarətdir? Müəllimlər, illik planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, burada müəllim bütün tədris ili ərzində hansı mövzuları, hansı ardıcıllıqla və necə öyrədəcəyini əvvəlcədən planlaşdırır. Məsələn, standart və burada illik planlaşdırmada standart və kurikuluma uyğunluq qeyd olunur. İllik plan, yəni dövlət təhsil standartlarına əsasən qurulur. Burada vaxt düzgün bölünür, vaxtın düzgün bölgüsü əsas olur. Tədris ili üzrə mövzulara nə qədər saat ayrılacağı əvvəlcədən müəyyən olunur. Mövzular sistemli şəkildə verilir. Şagirdin yaş və idrak səviyyəsinə uyğun şəkildə bütün bölmələr ardıcıllıqla bölünür. Məqsəd və nəticələr aydındır burada. Müəllim üçün istiqamət verir. Dərs planının hazırlanmasında müəllimə kömək olur. Bazar rolunu oynayır. Ümumiyyətlə, illik planlaşdırma müəllim üçün, belə deyim, təlim prosesinin sanki xəritəsi kimidir. Hara gedəcəm, hansı mərhələdən keçəcəm və nəticədə nə əldə edəcəm. Belə müəllimlər, çalışdım ki, bir neçə sualın izahı ilə sizlərə kömək olum. Növbəti günlərdə müsahibədə iştirak edəcək müəllimlərə uğurlar arzu edirik. Sağ olun müəllimlər. Ümid edirəm ki, izahımız faydalı oldu.